OTK-nın təşkil etdiyi sınaq imtahanında riyaziyyat fənni üzrə istifadə olunmuş sualların izahına baxırıq. 31-ci sual. Mənfi 2x böyükdür 4 bərabərsizliyini ödəyən ən böyük tam ədədi tapın. Mənfi 2x böyükdür 4. Hər tərəfini mənfi 2-yə bölürük. Bəllidir ki, mənfi 2-yə böləndə bərabərsizlik əksinə dəyişəcək. Yəni, x kiçikdir mənfi 2 olacaq. Bu bərabərsizliyin həllər çoxluğu mənfi sonsuzluq, mənfi 2 daxil olmayan hal olacaq ki, bura daxil olan ən böyük tam ədəd mənfi 3 olur. Doğru cavab D variantı. 32-ci sual. 5 bölünsün 3 kök altında 5 vurulsun 6 bölünsün kök altında 4-cü dərəcədən 25. Burada 25-i 5-in kvadratı kimi yaza bilərik. 5 bölünsün 3 kök altında 5 vurulsun 6 bölünsün kök altında 4-cü dərəcədən 5-in kvadratı. Kvadratla 2-ni ixtisar apara bilirik. 5 bölünsün 3 kök altında 5 vurulsun 6 bölünsün kök altında 5. Kök altında 5-i kök altında 5-ə vursaq 5 eləyər. Bu da surətdəki 5-lə ixtisar keçsə 6 bölünsün 3 bərabərdir 2 olar. Yekun cavab, doğru cavabımız B variantı olar. 12 ədədini, 33-cü sual, 12 ədədini 3 dəfə artırıb, alınan ədədi 2 vahid azaltdıqda hansı ədəd alınır? 12 ədədini 3 dəfə artırdıq. 12-ni vurduq 3-ə, alındı 36. Alınan ədədi 2 vahid azaltsaq, alınan ədədi, yəni 36-nı 2 vahid azaltsaq, 34 alınır. Doğru cavab D variantı olar. 34-cü sual. Alfa bərabərdir 3x üstəgəlinsin 18 dərəcədir. İti bucaq olarsa, x-in ən böyük tam qiymətini tapın. İti bucaqlar 90 dərəcədən kiçik olur. Yəni 3x üstəgəlinsin 18 kiçikdir 90. 18-i sağ tərəfə keçirsək 3x kiçikdir 90 çıxılsın 18, 3x kiçikdir 72. Hər tərəfin 3-ə bölsək, x kiçikdir 24 alınır. 24-dən kiçik ədədlər içərisindən ən böyük tam qiymət 23-ə bərabərdir. Doğru cavab Y variantı oldu. 35-ci sual. 0, 1, 2 çoxluğunun elementlərindən rəqəmləri təkrarlanmayan neçə müxtəlif 2 rəqəmli ədəd düzəltmək olar? 2 rəqəmli ədədlər, demək, birinci yerə 0 yaza bilmərik. Yalnız 1 və 2-ni yaza bilərik, yəni 2 ədəd yaza bilərik. İkinci yerə artıq 1 və 2-dən birini yazmışıqsa, ikinci yerə də yenə 2 ədəd yaza bilərik. 2 vurulsun 2, 4 ədəddir. Bunları nümunə kimi ədədlərin özlərində yaza bilərik. 10, 20 və 12, 21 ədədləridir. Doğru cavab Y variantı oldu. 36-cı sual. Sinifdəki 24 şagirdin 8-də 5 hissəsi Riyaziyyat dərnəyinə gedir. Riyaziyyat dərnəyinə getməyən şagirdlərin sayını tapın. Deməli, 1-dən 8-də 5-i çıxsaq, 8-də 3 qalar ki, bu getməyəndir. Dərnəyə getməyənlər oldu. 8-də 3 hissə. Ümumi şagirdlərin sayı 24-dür. 24 vurulsun 8-də 3, yəni getməyən şagirdlər. 8 ilə 24 ixtisar getdi, 3 qaldı. 3 vurulsun 3, bərabərdir 9. Doğru cavab B variantı oldu. 37-ci sual. Mənfi 3,2 və 5,3 ədədləri arasında yerləşən tam ədədlərin cəmini tapın. Mənfi 3,2-dən 5,3-ə qədər olan ədədlər. Mənfi 3, mənfi 2, mənfi 1. 0, 1, 2, 3, 4 və 5 ədədləridir. Mənfi 3 ilə 3 islah olundu. 2 ilə mənfi 2, 1 ilə mənfi 1 islah olundu. Qaldı 4 üstəgəl 5, bərabərdir 9. Doğru cavab C variantı. 38-ci sual. Mərkəzi O nöqtəsində olan çevrədə AB, BC, CD və DF bərabər olarsa, BCD bucağını tapmaq lazımdır. Belə bir xassə var idi çevrədə. Bərabər vətərlərin ayırdığı qövslər bir-birinə bərabərdir. AOF diametrdir. Deməli, AF bütövlükdə 180 dərəcədir. 4 bərabər hissəyə bölünüb. 180-i 4 bərabər hissəyə bölsək, hər biri 45 dərəcə olar. Bizə lazımdır BCD bucağı. BCD bucağının söykəndiyi qövs bu hissədir.
Bütövlükdə 45 və 45-dən, yəni 360-dan 90 dərəcəni çıxırıq, 270 dərəcə qalır. Deməli, bu qövsün dərəcəsi 270 dərəcədir və BCD bucağı daxilə çəkilmiş bucaq olduğundan söykəndiyi qövsün yarısına bərabərdir. Onda bucaq BCD bərabərdir 270 bölünsün 2, bu da bərabərdir 135 dərəcə olar. Doğru cavab C variantı. 39-cu sual. X üstü 3-də 1 vurulsun x üstü 3-də 5 bərabərdir 9 tənliyini həll edin. Əsaslar eynidir. Vurmada qüvvətləri toplayırıq. 3-də 6 bərabərdir 9. Yəni x kvadratı bərabərdir 9. X bərabərdir plus minus 3. Amma belə bir qaydamız var. Kəsr üslü ədədin əsası müsbət olmalıdır. Yəni x böyükdür 0 şərti ödənməlidir. Ona görə də burada doğru cavabımız hansı olacaq? D variantı olacaq. 40 nömrəli sual. ABC bərabər tərəfli üçbucağında BH AC-yə perpendikulyar olarsa, ABH bucağını tapmaq lazımdır. Bərabər tərəfli üçbucağın bütün bucaqları 60 dərəcədir. Burada 90 dərəcədir, çünki perpendikulyar verilib. Onda alfa üstə gəlinsin 60 bərabərdir 90 dərəcə olmalıdır. Alfa da bərabərdir 30 dərəcə olur. Doğru cavab C variantı oldu. 41-ci sual. X bərabərdir -1 olduqda 2x üstü 8 çıxılsın 6x üstü 5 üstə gəlinsin 4x üstü 6 ifadəsinin qiymətini hesablayın. 2 vurulsun -1 üstü 8 çıxılsın 6 vurulsun -1 üstü 5 üstə gəlinsin 4 vurulsun -1 üstü 6. Cüt dərəcədən qüvvət müsbət ədədə bərabərdir. Yəni birinci bu oldu 2 vurulsun 1, yəni 2 çıxılsın 6 vurulsun -1 üstü 5 -1-ə bərabərdir. Onda bunu müsbət yazırıq. Üstə gəlinsin 4 vurulsun -1 üstü 6 yenə müsbət 1-ə bərabərdir. Oldu 4. 2 üstə gəl 6 üstə gəl 4 bərabərdir 12 edər. Doğru cavab B variantı oldu. 42. 20-də 7 ədədini faizlə ifadə edin. Ədədi faizlə ifadə etmək üçün onu 100-ə vurmaq lazımdır. 20 ilə 100 ixtisar getdi. Burada 5 qaldı. 7 vurulsun 5 bərabərdir 35% olar. Doğru cavab D variantı. 43-cü sual. 12AB kvadratı çıxılsın 48A çoxhədlisini vuruqlarına ayırın. Buradan 12A-nı mötərizə xaricinə çıxartsaq birinci vuruqdan B kvadratı, İkincidən isə 4 qalar. Bu da bərabərdir 12A vurulsun. B kvadratı çıx 2-nin kvadratı kimi göstərə bilərik ki, bu da B çıxılsın 2 vurulsun. B üstə gəl 2 alınır. Doğru cavab Y variantı oldu. 44-cü sual. 7x çıxılsın 35 bölünsün 25 çıxılsın x kvadratı ifadəsini sadələşdirin. Surətdən 7-ni çıxartdıq mötərizə xaricinə x çıxılsın 5. Məxrəci isə 5-in kvadratı çıx x-in kvadratı kimi göstərsək 5 çıxılsın x vurulsun 5 üstə gəlinsin x alarıq. 5 çıxılsın x və x çıxılsın 5-i ixtisar aparanda burada -1 qalır. Çünki yerləri dəyişikdir. Onda alarıq ki -7 bölünsün 5 üstə gəlinsin x. Doğru cavab D variantı. 45-ci sual. Kvadratın diaqonalları arasındakı bucağın sinusunu tapın. Kvadratın diaqonalları qarşılıqlı perpendikulyardır. Perpendikulyardırsa onda bucaq, alfa bucağı 90 dərəcəyə bərabərdir. Bizə də lazımdır sinus. Sinus 90 dərəcədə bir qiymətini alır. Doğru cavabımız Y variantı oldu. 46. A bərabərdir 32 vurulsun 10 üstü 8 olarsa, B bərabərdir 10 üstü -3 vurulsun A ədədini standart şəkildə yazılışında tərtibini tapın. Demək, B bərabərdir 10 üstü -3 vurulsun A-nın qiymətinin yerinə yazsaq 32 vurulsun 10 üstü 8. Bu da bərabərdir 32 vurulsun 10 üstü -3 10 üstü 8. Əsaslar eynidir. Vurmada qüvvətlər toplanılır. 10 üstü 5 alınır. Bu da bərabərdir. Qiymətli hissə standart şəkildə yazılışda 1 və 10 ədədləri arasında olmalıdır. Demək, bunu belə yaza bilərik. 3,2 vurulsun 10 üstü 6. Qiymətli hissəsi 3,2-yə, tərtibi isə 6-ya bərabər oldu. Doğru cavabımız 6 olar.
47-ci sual. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən medianla hipotenuzun uzunluqları cəmi 12 olarsa, bu üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısına bərabərdir. Bura bir x-dirsə, burada x-dir, burada x-dir. Və r də elə medianın uzunluğuna bərabərdir. Bu da hipotenuzun yarısıdır. Və bu ikisinin cəmi, yəni x üstə gəlinsin 2x 12-yə bərabərdir. Median və hipotenuzun cəmi. Yəni 3x bərabərdir 12, x də bərabərdir 4-dür. Bizə lazımdır üçbucağın xaricinə çəkilən çevrənin radiusu, yəni r bərabər olduğu 4-də. 48-ci sual. İti bucağı 30 olan rombun perimetrinin hündürlüyünə olan nisbətini tapın. Bura 30 dərəcədir. Rombun hündürlüyünü çəkdik. Əgər rombun tərəfinə bir A demiş olsaq, onda hündürlüyü A bölünsün 2 olar. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir xassəsinə görə. Bizə lazımdır perimetrin hündürlüyü olan nisbəti. Rombun perimetri bütün tərəfləri bir-birinə bərabər olduğundan 4A-ya bərabərdir. Hündürlüyü də təyin etmişik ki, A bölünsün 2-dir. Bölmə tərsinə vurmadır, yəni 4A vurulsun, 2 bölünsün A. A-lar ixtisar olundu, 4 vurulsun 2 bərabərdir 8 olar. 49-cu sual. Boş olmayan A çoxluğu üçün NA bərabərdir 2x çıxılsın 18 olarsa, x-in ən kiçik tam qiymətini tapın. Boş olmayan A çoxluğudursa, demək buradakı hədlərin sayı, elementlərin sayı 0-dan çoxdur. Onda yazırıq 2x çıxılsın 18 böyükdür 0-dır. Onda 2x böyükdür 18, x də böyükdür 9 alarıq. 9-dan böyük ən kiçik tam qiymət x bərabərdir 10 olar. Doğru cavabımız oldu 10. 50-ci sual. 2 kiçikdir x kiçikdir 7 və -1 kiçikdir y kiçikdir 6 olarsa, 2x çıxılsın 3y ifadəsinin tam qiymətlərinin cəmini tapın. Əvvəlcə 2x-i qiymətləndirək. Hər tərəfini 2-yə vursaq 4 kiçikdir 2x kiçikdir 14. Sonra 3y-i qiymətləndirək. 3y-i qiymətləndirmək üçün hər tərəfini 3-ə vurmalıyıq. -3 kiçikdir 3y kiçikdir 18. Çıxmada çarpaz çıxırdıq. Yəni 2x çıxılsın 3y-i qiymətləndirmək istəsək, bu kiçikdir 14 çıxılsın -3, yəni 17-dən böyükdür 4 çıxılsın 18-dən, yəni -14-dən. Deməli, bizə lazım olan ifadənin ödəyən tam qiymətlər -14 və 17 aralığındadır. Heç biri də daxil deyil. Yəni -13 üstə gəlinsin, -12 tam qiymətlərin cəmini istəyir deyənə, üstə gəlinsin bu şəkildə davam etdi. Üstə gəlinsin 12, üstə gəl 13, üstə gəl 14, üstə gəl 15, üstə gəl 16. Bu da bərabərdir. 13 ilə 13, 12 ilə 12 və bu aralıqdakı mənfi müsbət ədədlərin cəmi 0-a bərabər oldu deyənə, yekun nəticədə 14, üstə gəl 15, üstə gəl 16 qaldı ki, bu cəm də bizə 45-i verər. 51-ci sual. Tənliklər sisteminin sonsuz sayda həlli varsa, sonsuz sayda həlllər A1 bölünsün A2 bərabərdir B1 bölünsün B2 bərabərdir C1 bölünsün C2 şərti ödənməlidir. Yəni K bölünsün 3 bərabərdir 4 bölünsün 6 bərabərdir K bölünsün K üstə gəlinsin M-dir. Bizə K və M parametrlərinin hasilini tapmaq lazımdır. Birinci bu hissəni həll edirik. Demək, buradan alırıq 6K bərabərdir 4 dəfə 3, 12, K bərabərdir 2. K-nı təyin etdik. K-nın qiymətini burada yerinə yazmış olsaq, onda alarıq ki, 4 bölünsün 6 bərabərdir 2 bölünsün 2 üstə gəlinsin M. Bunu da çarpaz vursaq, 4 dəfə 2, 8 üstə gəlinsin 4M bərabərdir 12. 4M bərabərdir 4, M də bərabərdir 1 olar. K və M parametrlərinin hasili 2 vurulsun 1 bərabərdir 2 olar. 52-ci sual.
Mərkəzləri O1 və O2 nöqtələrində olan çevrələr bir-birinə xaricdən toxunur. Radiusları uyğun olaraq 9 və 4 olan bu çevrələrin ortaq AB toxunanının uzunluğunu tapın. O1 və O2 məsafəsini birləşdirdik. Bura 9, burada 4. Ümumilikdə bu məsafə 13-ə bərabər oldu. O1-dən A nöqtəsinə bir parça çəkirik. Toxunana çəkilib deyənə radius bura 90 dərəcədir. O2-dən də B-yə bir dənə radius çəksək, bu da toxunanla radius arasındakı bucaq 90 dərəcə olur. Xassəsini ödəyir. O2 nöqtəsindən AB-yə paralel bir düz xətt keçirdik. Bu xəttdə O1A parçasına perpendikulyar olar və bunun radiusu 4-ə bərabər olduğundan ümumi bu 9 sm-lik məsafəni 4 və 5 sm-lik 2 hissəyə bölür. Bura bir x demiş olsaq, onda AB hissəsi də x-ə bərabər olar. Çünki iki paralel düz xətt arasında qalan paralel parçalar bir-birinə bərabər olur. Yəni AB-yə bir x demiş olsaq, buradakı məsafə də x-ə bərabər olur. Onda bu üçbucağın iki tərəfi bəllidir. Üçüncü tərəfini tapmalıyıq və nəzərə alırıq ki, bu düzbucaqlı üçbucaqdır. Pifaqor teoreminə görə 5-in kvadratı üstə gəlinsin x-in kvadratı bərabərdir 13-in kvadratı olar. 25 üstə gəlinsin x kvadratı bərabərdir 169, x kvadratı bərabərdir 144, x bərabərdir 12 olar. Bizə lazım olan AB məsafəsi idi. AB də x-ə bərabərdir, o da 12-yə bərabər olur. 53-cü sual. A və B natural ədədləri üçün A kvadratı çıxılsın B kvadratı bərabərdir 37 olarsa, A çıxılsın 1 vurulsun B ifadəsinin qiymətini tapın. A kvadratı çıxılsın B kvadratı bərabərdir 37 və AB natural ədədlərdir. Bunu vurğularına ayırsaq, A çıxılsın B vurulsun A üstə gəlinsin B bərabərdir 37 və 37 sadə ədəddir. Sadə ədəd deyənə 2 natural ədədin hasili şəklində yalnız 1 vurulsun 37 şəklində göstərilə bilər. A çıxılsın B-ni burada 1-ə bərabər götürürük. A üstə gəl B-ni isə 37-yə bərabər götürürük. Səbəbi isə 2 natural ədədin fərqi 2 natural ədədin cəmindən həmişə kiçik olur. Ona görə A çıxıb B-ni 1, A üstə gəl B-ni də 37 götürdük. Buradan bir dənə sistem aldıq. Sistemi həll eləmək üçün toplama üsulunu tətbiq edək. Tərəf-tərəfə toplasaq 2A bərabərdir 38, A da bərabərdir 19 olar. A-nın qiyməti bəllidir. Yerinə yazsaq 19 çıxılsın B bərabərdir 1. Buradan da B bərabərdir 18 olduğunu alarıq. A və B-nin qiymətlərini təyin etdik. Bizə lazım olan ifadə A çıxılsın 1 vurulsun B ifadəsidir. Yerinə yazırıq 19 çıxılsın 1 vurulsun 18. Yəni 18 vurulsun 18 bərabərdir 324 olar. 54-cü sual. Qutuda olan qara kürələrin sayı ağ kürələrin sayından 3 dəfə çox, sarı kürələrin sayından isə 2 dəfə azdır. Sarı kürələrin sayı bütün kürələrin sayından neçə faiz azdır? Qutuda qara kürələr, ağ kürələr və sarı kürələr var. Deməli, bizə deyir ki, ağ kürələrin sayından 3 dəfə çoxdur qara kürələrin sayı. Ağ kürələrə x desək, qara kürələr 3x olur. Sarı kürələr qara kürələrin sayından 2 dəfə çox olur. Çünki qeyd edilib, sarı kürələrin sayından isə 2 dəfə azdır qara kürələrin sayı. Qara kürələr 3x olanda sarı kürələr 6x olar. Ümumi kürələrin sayı 10x qədər oldu. Bizə isə lazımdır sarı kürələrin sayı bütün kürələrin sayından neçə faiz az oldu. Əvvəlcə sarı kürələrin neçə faiz olduğunu tapaq. 6x sarı kürələrdir. Ümumi kürələrin sayı 10x-dir. Faizini tapsaq x-lər ixtisar olundu. Aldıq 60 faizidir. Demək, sarı kürələr bütün kürələrin 60 faizidir. Sarı kürələrin sayının bütün kürələrin sayından neçə faiz az olduğu lazımdır. Bunda 100 faiz çıxılsın 60 faiz bərabərdir 40 faiz şəklində hesablayırıq. Doğru cavabımız 40 oldu. 55-ci sual. ABC üçbucağında AD tən bölən BAC bölünsün ACB 2 bölünsün 3 və bucaq B 80 dərəcə olarsa ADC-ni tapın.
ADC-yə bir dənə x deyirik və AD-nin tənbölən olduğu verilib. Bu zaman BAD və DAC bucaqlarının bir-birinə bərabərliyi yaranır ki, hər birini alfa ilə qeyd etdik. BAC bucağı 2, ACB isə 3 hissədir deyənə, onda burada C bucağını yazacağıq, 3 alfadır və B bucağının 80 dərəcə olduğu verilib. Birinci baxırıq 3 bucaq ABC-yə. 3 bucaq ABC-də daxili bucaqların cəminin 180 olduğunu nəzərə alsaq, 2 alfa üstə gəlinsin 3 alfa üstə gəlinsin 80 bərabərdir 180 edir. Buradan 5 alfa bərabərdir 100, 80-i sağa keçirdik. Alfa bərabərdir 20 dərəcə alırıq. Alfanı 20 dərəcə təyin etdik. İndi isə x-i tapmaq üçün baxırıq 3 bucaq ADC-yə. 3 bucaq ADC-də daxili bucaqların cəminin 180 olduğunu nəzərə alsaq, alfa üstə gəlinsin 3 alfa üstə gəl x bərabərdir 180. Yəni 4 alfa üstə gəl x bərabərdir 180. Alfanın da qiyməti 20-dir. 4 vurulsun 20 üstə gəl x bərabərdir 180. Buradan da x bərabərdir 100 dərəcə olur. Bunu 100 dərəcəni, yəni D bucağını belə də təyin eləyə bilərik. ABD 3 bucağının xarici bucağı özünə qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir xassəsini tətbiq edərik. Alfa 20 olduğundan x bərabərdir 20 üstə gəl 80, bu da 100 dərəcə olar.